Mərzər müəllim, ölkə prezidentimizin xarici siyasətində böyük yeniliklər, dünya miqyasında tanınan bir prezident kimi olması təksib olunmazdır. Bu faktdır. Və biz sevinirik ki, bizim belə bir prezidentimiz var. Elə bir prezidentimiz var ki, savadına dünyada analog olmayan bir prezident yoxdur. Səmimi fakt yanında onu kimlər zənciməz. Söhbət xarici siyasətdən gedir. Və indiyə kimi heç bir siyasi müstəvidə hansısa öyrədilib göndərilmiş jurnalistlər qarşısında belə onu öyrədib göndəriblər ki, Azərbaycan prezidentin hardasa belə götəndə sındır da belə. Amma ölkə prezidentimiz öz savadı əsasında o prezidenti eləyib ki, o prezident o müxbiri, o jurnalisti eləyib ki, o jurnalist nəyə görə gəldiyi özü şaşıb, özü bilməyib. Peşman olub gəlməyinə. Bütün bunları eşitməmək üçün geri kar olasan. Evet. Fakt dünya miqyasında yaratdığı bu hörməti görməmək üçün geri kör olasan. Amma bütün bizim bu ölkəmizin prezidenti, analog olmayan, fəxr elədiyimiz savadı, əxlaqı, belə lap boy buxunu, hər şey biz fəxr edirik ki, belə prezidentimiz var xarici siyasətdə. Amma mən qeyd eləməliyəm ki, daxildə ölkə prezidentimizin bu zəfərlərinə, hətta zəfərlərini ən yaxın, onun ətrafında olan adamlar belə xəyanət edirlər. Onu olduğu kimi görmək istəmirlər. Ölkə prezidenti dəfələrlə deyib ki, mən xalqın xidmətçisiyəm, istənilən məmur xalqın xidmətində olmalıdır. Amma mən buradan fürsətdən istifadə edib demək istəyirəm ki, cənab prezident, məmurlar xalqın xidmətində deyil. Məmurlar bilərəkdən xalqı dövlətdən narazı salan qüvvələr var. Gündə, məsələn, adidə bir söz deyim, gündə yol polisi 10 dənə adamı dövlətdən narazı salırsa, məhkəmələr gündə 10 nəfəri dövlətdən o arzu olmayan qərarları ilə vətəndaşları incik salırlarsa, deməli bir gündə ölkədə 20 dövlətə və prezidentə qarşı 20 narazı qüvvə yaranır. Narazı qüvvə yaranır. Bu da aylara, illərə vuranda, axı bu biz deyilik. Bu o ölkə daxili, ölkə prezidentinin ətrafında inandığı adamlardır, yaxın olduğu adamlardır, pul qazanan, milyardlara sahib olan adamlardır. Niyə onlar ölkə prezidentini biz kasıb təbəqələrik? Biz kimi ölkə prezidentini ancaq ondan fəxr edirik, qazandığı nailiyyətlərlə fəxr edirik. Amma onlar ölkənin sərvətini taladığı halda ölkə prezidentinə açıq-aşkar xəyanət etməklə məşğuldurlar. Bu danılmaz faktdır. Bu bunu demək lazımdır ki, məsələn, nə qədər nahaq cərimələr olar. Məsələn, mən çox xahiş edərdim. Nazirimiz, Ədliyyə Nazirimizdən çox xahiş edərdim. Bu xalqın əleyhinə olan, xalq onsuz çətinliklə yaşayır. Xalq onsuz pensiya ilə, fəhləliklə yaşadığı, qazandığı pulu xahiş edirəm. Məhkəmələr nahaq cərimə yazıb, qərar çıxar onların əlindən almasın. Mən hörmətli generalımız, Ramiz müəllimə xahiş edirəm. Ramiz müəllim, siz hörmətli generallarımızdansınız. Biz, yenə deyirəm, gündə 10 manata çöldə işləyən fəhlələr, Bakıda işləyən, şirkətdə işləyən fəhlə, bilirsiniz, gündə güzel, çoxlarını işlədirlər, pulun vermirlər. Bax, bu ədalətsizlikdir. Qarabağımızda canımız, qanımız, ömrü boyu arzumuz Qarabağda da olsun, biz Qarabağı gedək, yaşad. Bugün Qarabağda işləyən fəhlələr çox narazılıqlar var. Şirkətlər var, işlədib aynen pulun verməyib. Mən əgər maraqlanırsa, faktlar deyə bilərəm. Amma Ramiz müəllimə bir dənə xahişim var. Hörmətli Ramiz müəllim. İndi hamının bir köhnə maşını var da. İndi Azərbaycanın 90%'i istər Sovet, istər köhnə maşınlar sürür. Cərimələri da Milli Məclis o qədər oturub lazımı qaydalar qalır. Onların heç birine Milli Məclis bir qərar çıxartmır. Bir də görsən qərar çıxartdı. Ağ xətti keçənə 100 manat. O boydan şeylər, yenə yıxdın yazıq bu Benavanın. Bir ağ xətti keçən 100 manat yazanda, o ilə 100 manata dolanır da. Onu da sən alsan, məhkəmə yolu nəyləsin, bu yazıq. Mən Ramiz müəllimə xahiş edirəm, hörmətli Ramiz müəllim, siz çox ədalətlisiniz. Bilirəm, bunlardan bəlkə də xəbər yoxdur. Amma
rayonlarda, şəhərdə yol polis rəisləri üzrə şahid olsa, lap belə qanundan kənar da olsa, çox xahiş edirəm, tapşırın ki, bu yazıq sürdülər, bu yazıq köhnə maşın sürənlər, indi köhnə maşın çıxan kimi saxla, stopu yanmır, 40 manat. Yıxıldı bunun evi. Bunun 4 manat pulu var idi, apteka yerdə dərman almağa. 40 manat yazdı. Saxla, qabaq işığın biri yanmır. Saxla, patbilosunda sınıq var. Saxla, güzgün yoxdur. Saxla, təkərün keçəldir. Saxla, maşında ala var. O qədər pricina tapırlar ki, yazıq maşın olanlar maşını sürməyə qorxur. O maşına yaxın gedəndə elə bir ki, toka yaxın gedib, tok onu vuracaq. Mən şad oldum ki, bugün Əzizov, siz bugün doğrudan da dövlət yol polisi haqqında geniş miqyasda açıqlama verdiniz. Çox xahiş edirəm, tapşırılsın. Yox, o indi belə eləyəndə onda. Siz müavinsiniz, köməkçi. Orada Atayevə Könül xanıma deyinən sənədləri hazırlasın. Rəsmi qaydada biz Ramiz Zeynalova, dövlət yol polisinin rəisinə, general mayora rəsmi qaydada müraciət edərik. Dövlət başçısına da bütün bu olan şeyləri çatdırsalar, çatdırmasalar da bizim borcumuzdur. Sənədləri hazırlayım, mən təsdiq edəcəm, qol çəkəcəm. Göndərəm. Çox çətin. Maşınlar hamısı köhnədir də. 90% köhnədir. Nağart, bu da kəndi sahətinə gedir. Heç olmasa bir qoyunun bazara aparır. Heç olmasa bir bazara gedib ailəsinə bazarlıq eləyir. Bunu da sürməsə, buna qarmalıdır. Siz belə danışaq, Əzizov. Gələn ay, hər aydan bir, beləncə yığıncaqlarımız keçəcək. Ortaya çıxan problemlər haqqında yəqin ki, məlumat verəcəyik. Nə problemləriniz varsa da burada deyək. Burada yenə deyirəm, şükür Allah, hamınız ziyalısınız, savadlı, ali savadlı adamlarsınız. Yazın rəsmi şəkildə, rəsmi qayda dövlətə çıxağın ancaq ən yaxşı variant dövlət köməklik edə bilər bizə. Ancaq başçı oturub, yəqin ki, aidiyyəti qurumlar bu ortaya çıxan problemlərin həll olunmasında ancaq onlar kömək edə bilər. Mən başqa variant görmürəm. Hansı, nə ilə olursun, xalqımıza kömək lazımdır. Xalqa dəstək lazımdır. Bu kasıb füqaraya dəstək lazımdır. Bugün Dünya Kriminal Qəsdinin əməkdaşlarından, yəni bir yerdə keçirdiyimiz bugünkü müzakirə mövzusu şikayət ərizələri ilə bağlı idi. Az da olsa məlumat verdik, redaksiyaya daxil olan bəzi şeyləri real göstərmək də olar, bəzisini heç göstərmək də istəmirik. Çünki olan jurnalist araşdırması redaksiyamız tərəfindən başa çatmayıb. Əminik ki, jurnalist araşdırması başa çatdıqdan sonra aidiyyəti qurumlara göndərəcək. Gələn cavablar öz bəhrəsini verər. Vüqar müəllim, köməkçi kimi əlavə sözünüz var? Yox, çox sağ olun. Hamı nə lazımdır qeyd elədiniz. Allah razı olsun. Allah tamaşaçılarımıza da, dinləyicilərimizə də can sağlamlığı versin. Bu işlə ciddi məşğul olmaq lazımdır. Elədir. Olacaq. Əzizov, Ağsaqqallar Şurasının sədri kimi, bir də müavin kimi sizin axırıncı sözünüz nədir? Nə arzulayırsınız? Oxucularımıza, redaksiyamıza, böyük kimi, Ağsaqqal kimi. Buyurun. Mənim arzum budur ki, bizim redaksiyaya biz beynəlxalq təşkilatlar deyirik. Beynəlxalq təşkilatlar da bəzən bizim və Respublikanın haqqında müəyyən mənfi fikirlər söyləyəndə bəzilərimiz elə bu işi mane olanlar, bəzilərimiz deyir ki, onlar yalan deyir, nədir? Onların da Respublikada nümayəndələri var. Müəyyən dediklərində fakt var, amma arzu edirəm ki, bizim redaksiyamız, başda redaktorumuz olmaqla ölkə prezidentinin ətrafında birləşək. Biz ona yaxından kömək edək. Ölkə prezidenti bir də verişim yerində dedi ki, media mənim dostumdur. Çünki media mən bilmədiklərimi mənə deyir. İndi biz bir media olaraq ölkə prezidentimizin ətrafında sıx birləşək. Gördüklərimiz o negativ halları, gördüklərimiz o nahaqları, gördüklərimiz o xalqı əzən müəyyən məmurlar qüvvələri barədə ölkə prezidentinin mütəmadi məlumatlar verək. Mən dedim, mən tapşırıq verdim Vüqar müəllimə. Dedim ki, sənədlər hazırlayın, biz dövlət başçısına və başqa ünsürlər haqqında da, nöqsanlar haqqında da aidiyyəti qurumlara çıxıb biz sözümüzü deyərik. Bizim gücümüz ancaq media etsin bunu. Bugünkü yığıncağımızı mən bağlı elan edirəm. Bir aydan sonra biz yenidən şikayət ərizələrinlə dövlətə müraciətimizdən sonra bizə gələn cavablar haqqında ətraflı məlumat verəcəyik. Sağ olun, sağlıqla qalın. Görüşənədək.